Bu milləti yığmışsınız boğaza. Baboş el otu yerində boy o yerə soxum sənin. Bərdən adım batırmısan sən. Bərdən elə oğullar var ki, qolu bükülməz. Qeyrətli oğullarımız var. Xudayarın vətənidir Bərdə. El otu yerində. Tərkəqlik eləmə. Petoqluğu təmsil eləyən şərəfsiz. Ləyaqətiz olsun hə. Geyliyi təmsil eləyirlər bu TikTokda. Lezmişliyi təmsil eləyirlər bu TikTokda. Boyunuzu yerə soxum sizin. Soxum sizin boyunuzu yerə. Halal olsun sənə qızım. Təşəkkür edirəm. Yığmısınız bu ağbirçək analarımızı. Yığmısınız bu ağbirçək atalarımızı. Niyə dişi ağardırsan? Dişin ağardan. Dişin niyə ağardısan? Atasının şotuna yaşayan oğraş. Atan cibə pul qoyur, altada ronçavir alıb deyə gəl burada diş ağardırsan. Haram olsun o. Mənim şəxsən atamın qanı haram olsun o burada gəl dişin ağardan köpək oğluna. Olsun haram. Halal eləmirəm mən. Azərbaycanın nə qədər ki utandıran oğulları, qızları var o şəhidlərin. Qanı halal deyil sizə. Haramınız olsun. O kişilər getdi öldü ki gəlib burada konsert verəsiz siz. Ha? Təlxaqlıq eləyəsiz. Bir də altdan yazırlar ki, nədir, halal olsun, sən geri çəkməmsən. Ləçərləman, gəlib gözün yaşını tökürsən burada. Mənim qızımı söydülər. Mən şəxsən bir ana kimi, mən utandım. Mən sən qızıma ürəyim ağrıdı. Amma sən var ha, sən boşanandan sonra çıxıb əriyib ki, bu efirlərdə mən də boşanmışam ay xanım. Mən də boşanmışam. Qızıma həvata olmuşam, həvan olmuşam Almaniyada. 10 ildir qızımı tək saxlamışam. Azərbaycana böyrək həkimi yetişdirirəm. Özüm də burada məmur işləyirəm. Bir dəfə nə uşağımın atasını pisləyərəm. 11 il o adamla bir yerdə yaşamışam. Çörək verir mənə oğul. Və mən bu gün qızımı çox istəyirəmsə, onun atasına təşəkkür edirəm. Atamın evindən gətirməmişdim o qızı. Başa düşdünüz? Gözəl şeylər yaşadığınızı unutmayın. 1 ton çörək kəsmisən sən ərindən. Çıxdınız biabır elədiniz. Yox, Ləman ləçərdirsə Ləmanın qabağına belə əsir kişinin qızı çıxır. Ləmanın cavabını verəcək qədər də mən əqidəli, əxlaqlı, qeyrətli Azərbaycan qızıyam. Gəlsin Ləman mənlə danışsın. Bilmirdiniz mi xalq ayağa qalxacaq? Hı? Az efir sizin dədasının şeyidir. Eviz elə birisi sizi burada kimsə görmür. Əhsən sənə qızım, təşəkkür edirəm. Hər birinizə. Məni takip alan 60 nəfərə təşəkkür edirəm. Hal-hazırda yayınım 15 min nəfər baxışı olubdu. 300 nəfərə təşəkkürümü bildirirəm. Bəstirin. Bəstirin yığdınız bizi boğaza. Boğaza gəldik. Utanırıq. Utanırıq. Mən qızımdan utanıram. Mənim qızım 22 yaşına keçirdi. Mən qızımdan utanıram. Furkan, siz de artık mükremlere karşı kalkmalısınız ayağa. Kardeşim, mükremlere karşı hepimiz ayaklanmalıyız. Bu toprak letebe torpağı değil. Letebelerin torpağı değil bu torpak. Məni pek atmayın. 3500 nəfər görüblər, pul kazananlar axşıblar bura. Pek azad eləmirəm mən. Mən neyinirəm? Mən pula ihtiyacım yoxdur. Mən pul istəmirəm. Mən pul yığmıram burada. Takip edirsiniz, təşəkkür edirəm. Bəyənirsiniz, təşəkkür edirəm. Bir yayını qəşəb bəyənin bizi görsünlər. Bir yayını bəyənin ki, baboşlar bizi görsün. Pərtək sakolar bizi görsün. Ləçəlləmanlar bizi görsün. Və onun kimilər görsün. Müğənnisən, ölüb oturmusan yerində. Nə işin var sənin? Müğənnisən, get müğənniyə elə də səhnədə. Yığmışsın cəmaatı boğaza. Göbəyin açıb mırtdaşaq, mırtdaşaq. Bax sənin qızın kim alacaq? Boyu yerə soxub. Mırtdaşaq, göbəyi açmısan. Hər tərəfin qoyma taxma. Niyə pozursunuz Azərbaycanın gənci? Qızımıza tərbiyə verə bilmirik evdəki uşağımıza. Deyirəm eləmə. Deyirəm bunu eləmə. Deyir niyə ki hamı eləyir deyir, filan kəs eləyir, filan müğənni kəstirib özünü. Filan deyir, normal sıravi insanlar hamısı göt qoydurur özünə. Boyunuzu yerə soxum sizin. Hara baxırsın kişiləriniz? Ha? Hara baxır, abbar, məmələrsə açırsınız. Ay Azərbaycan xalq artistləri. Turşiklə toylara çıxırsınız səhnələrə. Ayıb deyil. Ayıb deyil. Müəllim bir ayda 500 manat, 400 manat maaş alır. Yarım saat 2000 manat. Müğənni biznesi başlayıb Azərbaycanda. Müğənni biznesi var. Ay nəfəs, sən kimsən? Səsin yoxdur. Ay nəfəs. Kimsən sən? Kimdir sizin dalınızda duran güclər, qüvvələr? Ha? Niyə bu qədər Allah'ı unutmuşsunuz? Herkese teşekkür ederim. Yani bir qəşəb bəyənin, o boyun yeri soxduğum TikTokerlər görsün bizi. Soxum sizin boyunuzu yerə. Boyunuzu soxum yerə sizin. Yuxarı gəlmək istəmisiniz. Boy ay bacı. Yani bəyənə zəhmət olmasa. Soxum sizin boyunuzu yerə. Bu burmalı kişilər də oturublar orada. Tıxla tıxla, bəyən bəyən. Ha, atsan at. Kimdir sağ atsan atan? Razılaşmam var
Razılaşmısan, oğurluq eləyirlər devlətimizdən, prezidentimizdən, büdcəmizdən oğurluq eləyirlər. Ölkəyə pul keçirdilər, gizli pullar. Ay dişin ağardanlar, ay qardaşım, sənin də səsinəmi, sənin də abrı, sənin də həyayı, sənin də dünyaya gətirən 9 ay qarnında ana bəsləyib, ölümü gözü alıb dünyaya gətirib. Ay dişin ağardan gedə, sənin də haqqı savunuram, burada boy o yerə soxum sənin. Sən də haqqı savunuram burada. Elə bilirsiniz ki, təhcə burada Ləçər, həyasız, LTB-nin lesbiyanları, petoxları görəsiniz mi TikTok'da? Sən öz canınızı almağa gəlmişəm sizin. Sən öz sizi yoxa çıxartmağa gəlmişəm bu TikTok'da. Biləsiniz ki, Azərbaycanın qeyrətli oğulları və qeyrətli qızları var. Bizlər can vermədik, bizlər əziyyət çəkmədik, bizlər şəhid atamın mənim həyatımda, bax, taleyim yarımçıq qalıbdır atasızlığıma görə. Həyatda min bir əzab çəkmişəm atasızlığıma görə. Niyə? Nə üçün? Atam bu vətən üçün şəhid olubdur. Və mən atamın min bir həyatında elədiyi şey mən eləyəndə, dönüb də meydana baxanda, meydan qalıb əxlaqsızlara, onda mənim ciyarım yandır. Bizim ciyarımızı yandıra bilməzsiniz. Basız sizin gözünüzü çıxardaram. Eşitdiniz? Elə bilməyin ki, təkdə əxlaqsızlar, burada dilənçilər gəlib deyəcək ki, tıkla oyun oynayaq. Oyun oynamaq üçün ağlayıb dava salırsan. Boyu yerə soxun. Ha? Sən bilmirdin sənin qızın 18-20 yaşına gələndə atası lampanın başına çıraq eləyib, sənin qızı köçürdəcək, evindən xeyir dua verəcək. Bu kimdir ki, ürək yazır? Bu, Azərbaycan Respublikasının ilk şəhidlərindən olan Şəhid İlyas Sultanovun qızıyam. Eşitdi, qardaş? Kim olması lazımdır? Ha, kim olmaq üçün deputat sevgilim olması lazımdır. Kim olmaq üçün gərək atam nazirlikdə işləməsi lazımdır. Bəli. Nə bilim, danışmağımız üçün gərək arxanda babat bir sevgilin olması lazımdır. Ay kişi, mənim qeyrətim bəsdir. Qutarın bu şeyi, şonu. Qutarın bu göstərişi. Qutarın bu sevgililərinizdən çıxıb özünüzü bir pox hesab eləməyinizi. Qutarın bu ay qədələ, dodağınıza botoks koymuşsunuz, götünüzə botoks koymuşsunuz. Çıxmışsınız efirlərə bizi biabır edirsiniz. Bəs iki gözü görməyən, bəs iki ayağı, qulağı olmayan, iki nə bilim ayağı olmayan oğullarımız bax, sizə baxanda yanırlar. Yanırlar, deyir bunlar üçün elədi. Biz Azərbaycan qadınının namusu üçün, qeyrəti üçün öldük ki, erməni qızlarımızı, qadınlarımızı erməninin qucağına verməyək. Budur sizin ləyaqətiniz, budur sizin şərəfiniz, budur sizin qürurunuz. Ayıbdır. Lifçiklə çıxmısan sən yatağın içində, oradan mənə bir gül at. Boy o yerə soxum səni. Sən o gül isəmə get küçə süpür. Ləyaqətin varsa get tualet yu. Malades, spasiba Rəşad. Get tualet yu. Təşəkkür edirəm hər birinizə. Nə yazıbdı burada biri? Halal olsun, təşəkkür edirəm. Halal olsun sizə. Çox sağ olun. Əskərova, təşəkkür edirəm. Çox sağ ol. Kəmaləddin, mən sizə təşəkkür edirəm. Mən bu sözləri yazıram onları. Mən sizə nə yazıbdır? Qardaş nəsə yazıbdır, oxumaq istəyirəm. Mən sizə nə bilmirəm. Onu eləyin, halal sənə ürəyimdən oldu. Var ola Şəhid İbrahimov Bəhram. Əlbəttə ki, yəqin Şəhid İbrahimovun anasısan, qardaşısan, bacısısan, atasısan, ciyərin yanır da mənim ciyarım ki. Bəs mən də şəhid balasıyam da. Çıxıb ləçərlər burada PK elirlər. Pox yersiz. Eşidirsiniz? Ləyaqətlə çıxmayasda çıxmayın burada. Müğənni çıxıbdı bir dənə, baboş müdafiə edir. Sənin boyu yerə soxum mən. Siz gör nə örnəksizə bir Azərbaycan Respublikasına. Nə örnəksiz? Nə örnəksiz? Dalınız hamınız taxma dal qoymusunuz, çıxmışsınız efir. Ay Həmzə, oynamıram PK. PK atmayın mənə. Oynamıram mən PK. Mən pul dilənmirəm burada. Mənim pula ehtiyacım yoxdur. Mənim heç bir pula ehtiyacım yoxdur. Bəyəni sadəcə bizi görsünlər. Yayını bir qəşət tıxlayın, bizi görsünlər. Bəs bilmirdiniz ki, biz ayağa qalxacağıq? Ha? Devlətimizin arxasında birləşəcəyik. Ay bu devlətdən oğurluq eləyənlər. Hər şey elə oynuyorsunuz ki, ay düşmənlər, bizi yıxmaq üçün məşğulsunuz. Bizi yıxmaqla məşğulsunuz. Bizim boynumuz, bizim qəddimiz əylə. Biz qəddi əylən milləti. Biz 1990-cı ildə əli ayağı yalın. Biz əli ayağı yalın Sovet imperiyasının qarşısına əli ayağı 20 yanvarda